Bizə uşaq serebral iflici falanla müraciət edən insanlar olur. Biz sizdən verilişlərdə qonaq olanda demişdik ki, bunlara botulin toksin terapiyalar eləyirik, həyat keyfiyyətləri uyğun pasientlərdə dəyişir falan. Amma mən bunlara həmişə bu pasientlərin valideynlərinə qeyd edirəm ki, siz öz uşağının vaxtını reabilitasiya mərkəzlərinə keçirməklə bunun önəmli qazana biləcək şeylərdən məhrum eləyə bilirsiniz. Bunu mən özümdən qeyd eləmirəm. Hansısa bir kitabdan oxumuşdum. Oxuyanda da gözümdən hətta belə yaşarma kimi olmuşdu. Necə onu qeyd etmişdi? Çünki adam çoxlu sayda bu serebral pasientlərlə işləyib, onların psixologiyası haqqında kitab yazmışdı. Orada qeyd edilir ki, bu uşaqların ən çox nəyə ehtiyacı var? Yerimək falan bu şeylər başqa. Ondan da önəmli şey, inisiyyata ehtiyacı var. Ən birincisi. Bunlarla insan kimi, normal insanla nəsə söhbət eləmirsən. İndi bunun ayağı yaxşı yerimir də bir damcı. Bu əslində instituta da girə bilər, yaxşı oxuya bilər. Bu adam axıracan getsə professor da ola bilər və s. də. Yəni ki, tibbi cəhətdən bu normaldır da, yəni eləyə bilər. Bunu hər şeyini qırağa atıb məktəb illərinin, önəmli təhsil illərini qırağa atıb, ancaq məsəl üçün bizdə də var da məsəl üçün tutaq ki, bəyənmədi. Reabilitasiya ola bilər. Tutaq ki, bizdə Azərbaycanın yaxşı reabilitasiya mərkəzləri var. Apardın, sonra tutaq ki, elə bilir ki, tutaq ki, bunu götürüb Hong Konga aparsam daha yaxşı olar. Məsəl üçün deyib də, götür uşağı aparır Hong Konga reabilitasiya üçün. Və yaxud ki, İsrailə aparır buradan ki, nədə də o da reabilitasiya keçəcək. Baxın, təhsildən əməli başlı yayınır. Ən önəmli şey təhsil dərsidir. Aydındır, nə demək? Doktorum, çox gözəl ifadə etdiniz. Yeri gəlmişkən bunu da deyək. Bu uşaqlar eyni zamanda özəl uşaqlardır. Özəl dəstək lazımdır. Təbii ki, bunun üzərində maddi şey də var. Bəzən maddiyyatı deyəlim ki, şeyə ehtiyac yoxdur. Həqiqətən sosiallaşmalıdır bu uşaq. Bəli. Sosiallaşmalıdır bu uşaq. Məktəbinə getsin bu uşaq. Məktəbə gedə bilmirsə müəyyən bir sosial qruplar, kurslara gedə bilər bu uşaq. Bəli. Yəni öncə sosiallaşmalıdır uşaq. Yəni təbii ki, multidisiplinar yanaşmaq lazımdır. Nevroloq, psixiatr, psixoloq, reabilitativ psixoloq, psixopedaqoq, yəni loqoped, duyu bütünləmə mütəxəssisi, reabilitasiya, fizioterapiya artıq kompleks şəkildə yanaşmaq lazımdır. Yenə uşağı cəmiyyətə adaptasiya edib həyat keyfiyyətini artırmaq lazımdır, dəstək olmaq lazımdır. Spesifik tək çözüm yolu axtarmaq, siz dediyiniz kimi elə edirlər. Bəli, ora aparırlar, oradan alırlar, ora aparırlar və ya sadəcə dərman verirlər və sadəcə reabilitasiya aparırlar. Nə qədər? Özləri evdə məşğul olmurlar. Məncələr. O ana istəyir bəlkə, ata istəyir bəlkə, çünki onun da emosiyası var. Yəni bu süreç bu şəkildə irəliləyir. Bir-birlərinə bağlı şəkildə irəliləyir. Əgər bir qopuqluq olduğu zaman təbii ki, bir əksiklik, bir boşluğu